sahibkarların vəsaitləri var orada. İndi görək bundan sonra şu Qarabağ layihəsi qurtardı. Biz deyirik bizim heç kimə borcumuz yoxdur. 8 milyard Dünya Bankına borcumuz var. Amma biz o borcların altından xalq olaraq sağlam çıxacağıq mı? Yəni bizim millət Təkrar edib son 30 dəqiqədə ki, mən də xəstəyəm, mən ikinci qrup əliləm, və iştahada olmuşam. Da deyir də qardaş ki, Allah şəfa versin, Allah da ona şəfa diləyək. Sən niyə sən daha da onu şəfanı sən onu bir dəqiqədə Hüseyn Samirlə danışıram axı. Sən onu bu sualları verdikdə sonra da deyirsən ki, aqressiv baxırlar. Mənə deyirsən Azərbaycan haradır? Mənim atam Heydər Əliyevlə işləyir. Vilayət Eyvazov atamdan aşağı idi yaşda da. 70-ə yaxın yaşı var atama. Mənim atam hələ Sevilin şoför işləyib, qayda işləyib, polisdə, MVD-də. Mənim atam polis olur. Yo, mövzudan kənara mentapsikoloq var, psixoloq, şeytan, psixoloq, Allah